Binəqədi qəsəbəsində Sot yarımının içində 105 kvadratlıq tam belə bir qəşəng 3 otaqlı həyətimiz saçılsın. Evimiz çox səliqəlidir. Kurqavoy qoşadaşlı, üstü də paketli. Oturub durmağa qəşəng belə həyətində yerimiz var. Artıq ehtiyac kürsünün üzərində də balkon səs də var. Balkon sözü tam quru vəziyyətdədir. Əlavə 5 kişi yığmağa qəşəng kifayət qədər yerimiz var. İndi evimizin səsindən tanış olaq. Bütün pəncərələr də reşotkalıdır, tam yaşayış. Evimizin girişi belədir, qəşəng səliqəli dəhlizimiz var. Belə bir dənə super səliqəli şəkildə qonaq otağımız var. Gördüyünüz kimi. Evimizdə bəzi əşyalar qalacaq, onu da qeyməyik. Bir dənə belə bir ətraflı götürməli. Belə bir dənə qəşəng yataq otağımız. Bütün ölçüləri hamısı 5 metrdən 6 metrə. Pəncərələrdə hamısı işıqlı və genişdir. Bir dənə də belə bir yataq otağımız var. Səliqəli şəkildə. Möhtəşəm, möhtəşəm. Möhtəşəm çəkirəm onu. Belə ətraflı götürün. Çəki ətraflı. Bəzi əşyalar da evin içində qalacaq, hörmətli izləyicilər. Bəzi əşyalar da evin içində qalacaq. Baxa, evimizin pərdələri də evin içində qalacaq. Pərdələr də evin içində qalacaq. Möhtəşəm zaldır. Gəlalda qalır. Heç neçə su qiymətinə, ev yazısı xaricə köçürdüyün təcili olaraq satır. Daxil olduq mətbəxinə. Buyurun məlumat alın. Belə bir dənə səliqəli mətbəx otağımız var. Pəncərəsi öz həyət hissəsinə baxır. Evin bütün pəncərələri işıqlı və genişdir. Ev alana çox çəkən hədiyyədir. Çox çəkən hədiyyədir. Belə bir sanuzelimiz var. Möhtəşəm, möhtəşəm. Bəh, bəh, bəh. Gəl alda qardaş, gəl alda. Gəl. Bir dəqiqə. Evimiz Binəqədi rayonu, Binəqədi qəsəbəsində 170 nömrə avtobusun astanovkasına yaxın ərazisi yerləşir. Evimizin qiyməti 75 min manata deyilir. Real alıcıya da qəşəng bir dənə indirim olunacaq. Ətraflı məlumat üçün profildə nömrələrimiz var. Əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.